Kollagen bombası sayılan milli mətbəximizin ən sevilən təamlarından biri sayılan xaş reseptini bir dəqiqəyə öyrənəcək. Valla kim xaş sevir, kim sevmir bilmirəm. Amma soyuq aylar ki gəldi, heç olmasa sümüklərimi qorumaq üçün ayda bir dəfə xaş yeməlisən. Dana ayaqlarını alıb təmizlətdirib doğratdırmışam. Soyuq və sirkəli suda 4 saat gözlətmişəm. Xaşı bugün çuğun qazanda bişirəcəm. Qazanı isə Evera mağazasından əldə etmişəm. Çox keyfiyyətli və uzun ömürlü mətbəx avadanlıqları axtaranlar üçün çox münasib bir mağazadır. İlk partiyada su doldurub qoy qaynasın. Arada kətin yığ, süz, sonra da tikələri yuv. Soğan saplağın kəsmə ki, dağılmasın yeməyin içində. Üzərinə də filtrdən təmiz su əlavə edib qoy va modda bişməyə. 6 saat sonra bir də gördüm ki, xaş məni çağırır. Suyu kley kimi idi, əti də pambıq. Sirkə sarımsaq da düzəldirəm. Yeməyin duzu da sonra vurulur da bəs. Sumaq da vur, suxarı da tök nuş elə. Xaş yuxu gətirdiyi üçün indidən